Uşaqlar salam. Gəldik test 17-yə. Dördüncü testi indi görürəm uşaqlar. Bazar günü düşən sınaqda suala bənzər sualdır. Demək olar ki, qaydası eynidir. İndi izah eləyəcəm dördüncü. Sizin sınaqda düşən ən sonuncu sualınıza oxşayır. Deməli, birinci suala baxaq. Qanunluluğu müəyyən edin və sual əvəzinə uyğun gələn variantı seçin. Burada nə edib uşaqlar? Şifrədir. Düzdürmü? Şifrələr, məntiqdə şifrələr dərsinə aid bir testdir. Yerləri dəyişib. Deməli, deyəm bu işarə qarşıda olanda elə bil gəl sözü necə şifrələnib? L, G. 2, 3, 1 şəklində. Bax, G, Ö, R. Düzdürmü? Qabağa hansı gəlib? R. Burada deməli, R böyükdən kiçiyə, kiçikdən böyüyə fərq var uşaqlar. Diqqətli olun. Deməli, 2 bura gəlib 3 sonra 2 sonra 1. Düzdür? İndi bax. Baxda baxda. Deməli, bax necə olub? 1, 2, 3. Kiçikdən böyüyə gedəndə 3, 1, 2. Bil necə olub böyükdən kiçiyə gedəndə? İ. 2, 1, 3. Getdik. Deməli, biz mötərizədə birinci bunu həll edəcəyik. Sonra bunu, sonra isə bunu. Düzdür? Yəni, bu hissə ilə başlayaq. Və bu. Bu hissə və bu hissə. Və bu. Değil mi? Heh. Bu hissə bizə oxşatdı böyük hərflərlə özü sağda. Və bu hissə. Gördünüz? S, T, A. S, T, A'dan yəni 1, 2, 3'dən biz almalıyıq 2, 1, 3'ü. Yəni 2 T, 1 S, 3 də A. Aldıq mı? Və birinci bu. Sonra bunun yanında axı biz bunları kiçiklə aldıq. Düzdür? Böyükdən kiçiklə. Kiçiklə yazım çaşdırmayayım sizi. T, S, A. Düzdür? İndi ikincidə kiçiyin qabağında bu işarə var. Yəni bax biz bundan kömək alacağıq. Kiçik hərflər qarşısında da bu işarə. T, S, A. Burada da nə bilim bu simvol var. Yəni 1, 2, 3'dən biz almalıyıq. 3, 2, 1 böyük. 3 A, 2 S, T'de 1. Bu da oldu bizim ikincimiz. Düzdürmü? Sonra neyniyib? Axırda isə uşaqlar. Bu böyüyün yanında sağda. Böyüyün yanında sağda. Yenə onda bura qayıdırıq. Böyük sözü aldıq. Bu da bunun sağındadır. Yenə onda bura qayıdırıq. Yəni A, S, T 1, 2, 3'dən mən kiçiklərlə 2, 1, 3 almalıyım. 2, 2 nədir? S, A, S, A, T. C variantı. Gördünüz neynədim? Bu nömrələmə ilə bilmirəm. Başa düşdürsə bu çox rahat üsul oldu. Nömrələmə üsulu ilə yer dəyişimi. ABCD kvadratı bərabər ölçülü kvadratlardan ibarətdir. Şəklin rənglənmiş hissəsinin sahəsi rənglənməmiş hissənin sahəsindən 16 kvadrat santimetr. Çoxalarsa kvadratın perimetrini tapın. Okey. Deməli uşaqlar 1, 2, 3, 4, 5, 6, 7. Düzdürmü? 7. Bu ikisini birləşdirsəm, bununla bunu birləşdirsəm 8. Bu da olur 8 yarım. Deməli rəngli hissə oldu 8 yarım. İndi rəngli olmayana baxaq. 1, 2, 3, 4, 5, 6. Bu ikisi 7, 7 yarım. 7 yarım da ağ hissədir. Düzdürmü? Deyir ki, rənglənmiş hissənin sayısı rənglənməmiş hissənin sayısından 16 kvadrat santimetr çoxdur. Yəni 8 onda 5
x-dan 7 onda 5 x'i çıxsaq 16 alarıq. Yəni x bərabərdir 16. X bərabərdir 16 nə deməkdir uşaqlar? Yəni belə deyim də, əgər bunun birinin, bir hissənin sahəsi 16-dırsa, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Deməli, bir kvadratın sahəsi 16-dır. Düzdür? Onda tərəfi neçədir? Tərəfimiz olacaq. A vur A 16-dırsa, A-ya nə qalacaq? 4. Yəni, bax, bunlar 4'tür. Ona kvadratın bir tərəfi neçə olacaq? Böyük kvadratında 16. Perimetrini sordur, yəni bütün tərəflər olacaq 16, 16 vur 4. Bu da bizə verəcək ikinci testdə B variantı. Gəldik 3-ə. Aşağıdakı ardıcılığa görə 150-ci şəkildə qırmızı rəngli neçə alt-bucaqlı olar? Deməli, burada neçədə nədir? Qırmızı rəngli. 1, 2, 3, 4, 5, 6. Birincidə 6. Sonra 1, 2, 3, 4, 5, 6, 7, 8. Sonra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 2, 2 artır. 150-ci şəkli tapmaq üçün birinci şəklin üzərinə 150-ci şəklə kimi neçə ara var? 149 ara var. Artım neçədir? 2, 2. 149 vur 2. Deməli, 150-ci şəkil dediyinə görə 149 ara var. 2-yə vurub, üzərinə də 6 gəlirik. Bu da bizə verəcək 304. Yəni, 3-cü testimizdə düzgün cavab C variantı. Dördüncü sual uşaqlar, sizə dedim, imtahanda sizə düşən suala bənzəyir. Orada deyir 3 rəqəmi yoxdur. Neçə addım qabağa gedər? Bu da onun kimidir. Deyir aşağıdakı cədvəldə 1-dən 63-ə qədər natural ədədlər yazılmışdır. Bu cədvəldə eyni anda həm 2-yə, həm 3-ə bölünən ədədlər silinir. Yəni həm 2-yə, həm 3-ə bölünən ədədlərimiz hansılardır? 6, 12, 18, 24, 30, 36. İndi 46-ya kimi gedirəm də. Bir də 42. Düzdür? Əslində deyir, bunlar silinir və silinərsə ədədlər olduğu yerdən davam edir. Bil 7 artıq bura gəlir. Başa düşdünüz? Bir dənə rəqəm sililəndə bir addım qabağa keçir. 7, 8, 9, 10, 11. İndi 12 yoxdur. Avtomatik bura artıq neçə gəlir? 13. Bu şəkildə davam edirik. 13, 14, 15, 16, 17, 18 yoxdur, 19. Başa düşdünüz? Bu şəkildə davam edir. İndi deyir 46 yazılan xanadan son halda hansı ədəd yazılacaq? 46-ya kimi neçə ədəd silmişəm uşaqlar? 1, 2, 3, 4, 5, 6, 7. Düzdürmü? Deməli, 7 ədəd qabağa gedəcək. 46 üstə gəl 7. Bu da bizə verəcək 53. Sizin imtahanda düşən sualda necə idi? Bir dənə testi açım. Elə yadıma düşmüşkən. Eyni buna bənzər sualdır uşaqlar. Bir dəqiqə sualı oxuyum. Sizdə düşən sual bu şəkildə idi. Məntiq. Bir dəqiqə hara etmişdim. Ən sonuncu. Burada deyir ki, avtomobilin getdiyi məsafəni kilometr olaraq göstərən spidometr sayğacı səhv işlə 3 rəqəmini göstərmir. Başa düşdünüz? 3 rəqəmi yoxdursa deyir, 26-ya kimi yol gedərsə, 26-ya kimi harda 3 var uşaqlar? 3, 13, 23. Bunları silin də. Yəni 26-ya kimi daxilində 3 olan 3 dənələri göstərmir. Onda neçə addım qabağı göstərir? 3 addım, 29. Burada mən 46-ya kimi neçə dənə ədəd sildim? 1, 2, 3, 4, 5, 6, 7. Ona görə də 7 addım qabağa gedəcək. 46 üstə gəl 7, 53. Yəni təxminən eyni, bənzər sual. Təxminən bənzər sual. Deməli, bunu silim. Davam edək. Bənzər test. Sonra
4. İndi gəldik 5-ə. İlk iki tərəzi tərazılıq vəziyyətindədir. Sonuncu tərəzinin tərazılıqda qalmaq üçün uyğun variantı seçin. Aha. Deməli biz bilirik ki, bizim bunları həm çarpaz toplamağa ixtiyarımız var, həm çarpaz, həm də bu şəkildə. Məsəl üçün 6-6 toplasam, deməli, baxaq burada. Neçənci testimizə? Hə, 5-ci test deyirəm. 5-ci testə baxaq uşaqlar. Deməli, 6-6 toplamaq nə deməkdir uşaqlar? Bir yerə yığırıq. K, M. Bu tərəfə də sağları bir tərəfə, solları bir tərəfə. M, K, N. Hər tərəfdən silə bilərik. K gedir, K gedir. M gedir, M gedir. Nə qaldı? M bərabərdir 2N-ə. Bu belə. Bunu saxlayaq. Bu bizə lazım olacaq. Bir də gəlin çarpaz toplayaq. Çarpaz toplama nə deməkdir? K, M bunları. Bir də sağlar. M, N. Hər tərəfdən N'lər gedəndə aldıq ki 1, 2, 3, 4, 4K bərabərdir 3M-ə. Axı bu bizdən 5K-nı istəyir, düzdür? Mən bu 5K-nın 4K-sını 1, 2, 3, 4. 4K-sını silip yerine yazaram M. Düzdür? M. Baxıram ki, belə cavab da yoxdur. Deməli, M. İndi M-in əvəz etmə üsulu uşaqlar. Əvəz etmə üsulu. Deməli, indi burada 2 dənə M-i, 2 dənə M-i, 2 dənə M-i nə ilə əvəz edə bilərəm? 2 dənə M. KN-dən. Düzdür? Oldu KN. Yəni yekun cavab belə alındı. M, KN. Düzdür? Biz də burada nə tapmışıq? M'i də nə ilə əvəz edə bilərəm? 2 dənə N. Yekun nə alındı? 3-i. 3 dəfə əvəz etmələdik. Yox desəz ki, müəllimə, biz bu üsulu çox sevmədik, o zaman yerinə ədədlər qoymaqla hesablaya bilərsiz. Yəni, e, tutaq ki, K-ya versək 3, düzdürmü? K-ya versək 3, 3, 9, 9. 5 və 4 versək, 4, 4, 8, K3 bu 5, 8. Onda K'mız olur 3, 15. Doğrudan da 5. Bu da olur 15. Yəni yerinə ədəd qoymağı hər uşaq bacarmır. Amma yenə də yaza bilsəz aferin. Gəldik 6. 6-cı fiqura baxın uşaqlar. 6-cı testdə daha doğrusu. A bərabərdir 1 olarsa fiqurun perimetrini tapaq. Deməli A bu qırmızı hissələrə diqqət eləyin. 3A, 4, 5, 6, 7, 8. Düzdürmü? Buradan burada 8 üstə gəl 5, 13. Bax 1, 2, 3, 4, 5, 6, 7, 8, 13 qırmızı hissəm var. 13-ün üstə də 3 gəlib, hətta bunu 16 da yaza bilərik. Bu hissəni gördük. İndi düşək aşağı. Uşaqlar, baxın, əgər bu xətləri bu şəkildə aşağı düşürsəydim, siz görərdiniz ki, bu adısa, bax burada adı. Bu hissə, bax bura adısa, bu da adı, onda bu da A olur. Bu hissə A olduğuna görə paralel, yəni bax bu da A oldu. Bu hissədə oldu mu 3A? Burada gələk 3A. 16A var idi, 3A da gəldik. Daha sonra indi yuxarıdan bu hissə A-dırsa, deməli bax bizim bu hissə də A-dır. Bu hissə də 3A-dır. Yəni bu və bunu birləşdirsəm, bax bu ikisini birləşdirsəm, burada əslində yoxdur axı. Başa düşdünüz? Bax bu hissədir. Yuxarıdan aşağı bura A-dır. Bu ikisi də birlikdə 3A-dır. 4 də buradan gəldimi? Bu qaralar da bitdi. İndi keçək sağları başa salım. Uşaqlar, bax
Bunu bu şekilde göstersem, bax belə. Bura nədir? A, burada A. Yəni bura 2A'dır, sonra bu da 2A'dır. Düzdür? 5A'dan 2A çıxanda onda bura nə qalır? 3A, 3A, bu da 3A. O 2A'ları zaten saymışam. 16A'nın içində var. Yerindən saymıram. Mən bu 3A'ları sayıram. Bu da olur 9A. Düzdürmü? Başka bir şey kalmadı ki. Bence kalmadı. Bütün renkler var. 16, üste gel 3, üste gel 4, üste gel 9, 19, 20, 23, 32. Düz mü hesapladım uşaqlar? Bir dənə tekrar hesaplayayım. Bir də mexaniki səhv eləyərik. 32 A. A da 1 olduğuna göre 32 vur 1. Bu da bize verir A variantı 32. Eğer iyul ayının sonuncu cümə günü ayın 27'sine tesadüf edersem, aha, edirsə, həmin ilin mart ayının son bazar günü ay neçəsinə təsadüf edər? Əla. Deməli, mart, hələ martın onsuz da mənə sonu lazımdır. Marta əl vurmuram. Martdan sonra nə var? Aprel. Apreldən sonra mart, aprel, may. Düzdürmü? Xətləri niyə çəkirəm? Ha, aprel, may, iyun, bir də iyul. İyulun da zaten mənə elə 27'si lazımdır. Cümə günüdür. Onu yazdıq bura. İndi biz günləri gəlin bir yadımıza salaq. Deməli bizdə ə, biz bilirik ki aprel ayı 30'dandır. Düzdür? May 31'dəndir. Əvvəlkilərdə 31 sonuza keçirdirdik. İyun yenə də iyun ayımızda olur 30'dan və burada 27. Və bunları hələlik toplayaq. Hələlik. Deməli 30 üstə gəl 31, üstə gəl 30, üstə gəl 27. Bu bizə neçə verir? 91, 118. 118'i bölərəm 7'yə. Niyə 7'yə bölərəm? Bir həftə 7 gün olduğuna görə buradan da qalığımız olacaq. Qalıq 42 6. Qalıq 6. Mhm. İndi bu cümə günüdürsə, deməli qalıq 6. Biz 6 gün cümədən əvvələ getməliyik. Biz əvvəl aprelin 1-nə gedirik. Düzdürmü? Aprelin 1-dən başlamışıq axı. Deməli, cümədən 6 gün qabağa geçsək, cümə həftənin 5-ci günüdür, düzdür? 5-ci gündən 6 gün qabağa geçsək, adlarla deməyim, bir 4, 5-ci gündür. 4, 3, 2, 1, bazar, yenə şənbə, yəni 6 gün haraya düşür? Bundan 6 gün qabaq. 1, 2, 3, 4, 5, 6. Gəlir düşür. Bu düşür və buraya yazıram. Şənbə. Düzdürmü? Deməli, aprelin biri şənbədirsə, bu bizdən soruşur ki, o zaman belə çıxır ki, bizdə aprelin biri əgər şənbə olubsa, aprelin e, biri şənbə. Bu bizdən bazar günü istəyir, düzdür? O zaman aprelin ikisi, aprelin ikisi olur bazar, aprelin ikisi olur bazar. İkisindən əvvəl martın, ikisindən qabaq martın olur 26'sı. 7-ci testimiz. Bu 7-ci testi biz uşaqlarla 3 dəfə hesablamışıq. Hər dəfə də ayın 26'sı almışıq. Cavab 25'i verilib uşaqlar. Amma yenə də siz də bir dənə diqqətlə hesaplayarsınız. Çünki biz 3 dəfə artıq kursda da hesabladıq. Onlayn dərslərdə də hesabladıq. Hər dəfə gəldi yayın 26'sına təsadüf edir. Gəldik 8-ci testə.
Sual əvəzinə hansı ədəd yazılmalıdır? 8-də nə eləyib? 4 vur 2 vur 3. Neçə edir? 4 vur 2 vur 3. 4 vur 2 vur 3. 24. Kənarların cəmidir 24. 8, 7, 9, 24. 1 vur 3 vur 7, 21. Kənarların cəmi də 21. İndi 6 vur 4 vur 2, 48. 24, 9 üstə gəl, 5 üstə gəl, x da bizə 48 verməlidir. 48-dən 14 çıxsaq düzgün cavab olacaq 34. Yenə deyirəm uşaqlar, ola bilər biz burada nəsə mexaniki səhv edirik. Siz yenə də yoxlayın. Cavab 25 verilib. Amma biz niyəsə gəlib hər dəfə hesablayanda 26 alırıq. 9-cu testə baxırıq. Aşağıdakı şəkildə istənilən bir dəqiqə qələmi götürüm. Aşağıdakı şəkildə istənilən 3 qonşu hissədəki ədədlərin cəmi 60-dır. Buna görə x üstə gəl y neçə olar? İstənilən 3-ü. Aha. Məsələn, bura a yazsam, o zaman a üstə gəl 4 üstə gəl 11 60-dırsa, a neçədir? 60-dan çıxaram 4 və 11-in cəmini. Yəni 15-i. Buna belə çıxır ki, bura olur 45, hə, bura olur 45. Düzdürmü? 45-in üstə 4 gəlsəm 49, 60-dan da 49 çıxsam, deməli bura olur 11. Sonra 11 üstə gəl 45 bizə verəcək 56. 60-dan da 56 çıxsaq 4. Deməli x, y-in cəmi 11 üstə gəl 4, 15 B variantı. 10-cu testə baxaq. İlk iki tərəzi tarazlıq vəziyyətindədir. Sonuncu tərəzindən tarazlıq vəziyyətində uyğun olması üçün gəlin bunları məsələn çarpaz toplasaq bu şəkildə. Hər tərəfdən nə gedər? Bunun bir dairəsi ilə bunun bir dairəsini silərəm. Bunun da deməli daha sonra buradan da bir romb, buradan bir romb silərəm. Daha sonra nə qaldı orada? Burada bir dənə dairə qaldı. Burada bir dairə qaldı. Burada isə 3 dənə kvadrat qaldı. Elə bir dairə 3 kvadrat. Elə 10-cu cavab A variantı çarpı şəkildə topladıq da. Bildiniz necə uşaqlar? Və bunları bax kvadrat, kvadrat, dairə, sonra kvadrat, romb. Yığdım bir yerə. Bunları da bir tərəfə yığdım. Dairə, dairə, romb. Deyirəm ki, hər tərəfdən çarpaz şəkildə topladım. Rombu sildim, dairəni sildim. Qaldı 3 kvadrat, bir dairə. Elə bir dairə 3 kvadrat. Başa düşdünüz? Allahım yenə bu testdən. Əgər may ayının 15 həftənin cümə gününə təsadüf edirsə, həmin ilin sentyabrın ayının ikinci bazar günü ayın neçəsinə təsadüf edir? Gəlin diqqətlə hesablayaq uşaqlar, eyb yox. May ayının 15-i. Deməli, biz bilirik ki, may 31-dəndir. Düzdürmü? May 31-dəndirsə, biz 31-dən 15-i çıxdıq. Maydan bizə 16 gün lazım olacaq. Maydan sonra davam etsək, bizə lazım olacaq iyun. İyun bilirik ki 30 gündəndir. Sonra bizə lazım olacaq iyul 31-dən. Avqust o da 31-dəndir. Düzdürmü? İyul 31, avqust 31. Bir də sentyabr ayının ikinci bazar günü. Hələ avqusta gələk, bura gedə gələk. Avqustun 31-nə gələk, sentyabra sonra keçərik. İndi biz bunları toplasaq uşaqlar. 16, 16, üstə də 30, üstə də 31, üstə də 31. Neçə oldu? Bunları toplasaq 108 bölək 7-yə. Niyə 7-yə böldük? Bir həftə 7 gündür. Qalır 15, qalıq 3. 15 qalıq 3. Yəni avqustun 31-i cümədən 3 gün sonra, cümədən 3 gün sonra deməli şənbə, bazar, bazar ertəsi. Bura olur bazar ertəsi. Bu bazar ertəsidirsə, ikinci bazar günü istəyir. Düzdürmü? Deməli onda avqustun 30-u bazar olub. İndi düşünək. Düşünək ki, əgər avqustun 30-u bazar olubsa,
Növbəti bazar olacaq. Üzərinə 7 gün gəlsək, avqustun 31-i 6. 6 sentyabra düşəcək. Onda ikincisi 6 üstə gəl 7, 13 sentyabra düşəcək. 11-ci testimizin düzgün cavabı C variantı. Bu şəkildə yazdım. Biraz yorucu səslənə bilər, amma çətin deyil. Hər müəllim fərqli şəkildə izah edir, fərqli şəkildə başa salır. Mənim sevimli izahım budur. Gəldik 11-ci testdə. İlk iki tərəzi tarazlıq vəziyyətindədir. Sonuncu tərəzinin tarazlıqda qalmaq üçün yenə bunları şəkillər çəkməyəcəm. Gəlin belə bu şəkildə toplasaq. Görək nə gedər. Buradan biri gedir, buradan da biri. Düzdür. Alırıq ki, deməli, nə alırıq? 2 kök, 3 alma bərabərdir 2 ananası. Yaxşı. Buradan bir kök, buradan da bir kök silsəm. Düzdürmü? Hı -hı. Çarpaz şəkildə toplasaq necə olardı? Bu hərflər olanda yazmaq asandır. Şəkillə ifadə eləmək biraz. Yəni belə bu şəkildə çarpaz toplayaq. Çarpaz toplayanda buradan bu gedir, buradan bu. Buradan bu gedir, buradan da bu. Burada bir yaşıl alma qaldı. Düzdür. Bax, burada bir yaşıl alma qaldı. Bir yaşıl alma. O birisində isə bu gedib, bu gedib. Çiyələyin bir dəqiqə, iki çiyələk qalıb. Hə, bir yaşıl alma, çarpaz toplasaq. Bir yaşıl alma, İnşallah düz görürəm də, almadır. Alma 2 çiyələkdirsə, 3 alma 6 çiyələk. Və 6 çiyələk D variantındadır. 12 D. Yenə deyirəm uşaqlar, çarpaz topladım, çarpaz toplayanda. Bir ananas buradan, bir ananas buradan. Düzdürmü? Bir çiyələk buradan, bir çiyələk buradan, bir alma buradan, bir alma buradan. Çarpaz toplayanda. Burada qalır. Bu işarə burada qalır. Yəni bir alma 2 çiyələkdirsə 3 alma 6 çiyələk. 1, 2, 3, 6. Düzdür. D variantı. 12-ci testimizin düzgün cavabı. Uğurlar. Diqqətlə baxın uşaqlar. Diqqətlə baxın.